Kofemizi süzmeyin vaxtı çatdı. Bismillah. Görək dadı necə olub. Ocaq başında kofe içməyində zövqü başqadır. Amma heç qorxum yoxdur. Yuxarı çıxmağı fikirləşmirəm. Fənərim var, odnumu doğrayacağım. Hələ oturacağım özüm üçün. Kofemi içəcəm, yeməyimi yiyəcəm. Oyda, bu kofenin yeri var idi. Möhtəşəm. Kofemi içirəm. Ocaq işığında dincəlirəm. Həqiqətən ruhum sakitləşir belə məkanlarda. Bəzən düzdür meşədən də əcaib səslər gəlir. İnsan biraz tiksinir, amma qorxusu yoxdur. Hey! Kimsə var orada? Yox, yoxmuş. Meşədən səs gəldi. Dedim, bəs kimsə var. Bayrağımız da dalğalanır. Kimsə olsaydı yaxınlarda çağırardım. Birlikdə kebab yeyərdik, kofe içərdik. Amma heç kəs yoxdur. Ocağımın biri orada yanır. Biri də burada. Düşəcəm indi. Biraz oturmuşam, dincəlim. Bu mənim baş fənərimdir. İndi başıma taxacağım bu fənəri. Belə tutum üzüm görsənsin. Bax, burada odunlar var. Bu odunları inşallah ki doğrayıb atacağım ocaqlarımın üstünə. Ocaq nə qədər yanır, qət qorxusu yoxdur. Ümumiyyətlə qorxum yoxdur. Düşünürdüm yaşlandıqca bəlkə biraz qorxu falan gələr. Amma qorxu yoxdur. Orman və mən. Çox huzurlu hiss edirəm. Çox huzurlu hiss elətdirir orman mənə.